İnsan iki aləmin sərhədində yaşayır. Biri kesici olan dünya, digəri isə sonsuz olan axirət. Dünya bədənimizin, axirət isə ruhumuzun vətənidir. Lakin çox zaman insan bu kesici dünyanı əbədi sandığı üçün öz əbədi saadətini unudur. Ənkəbut surəsi 64-cü ayədə buyurulur: Bu dünya həyatı oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər. Dünyanın dəyəri onun keçiciliyində deyil, onun vasitəsilə axirət üçün hazırlıq görməkdədir. Dünya bir körpü kimidir. Məqsəd ondan keçməkdir, orada qalmaq yox. Dünya əslində insan üçün bir imtahan meydanıdır. Burada hər bir əməlin qarşılığı axirətdə veriləcək. Zilzal surəsi 7-8-ci ayələrdə bu haqda belə buyurulur: Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir. İmam Sadiq əleyhissalam isə bu həqiqəti belə izah edir: Dünya axirətin tarlasıdır. Kim burada əkərsə, orada biçəcək. Yəni bu dünyada etdiyimiz hər bir yaxşılıq, ibadət və səbir toxumu axirətdə meyvə verəcək. İnsanın qazancı nə mal, nə şöhrət, nə də zahiri bərəkətdir. Onun qazancı ruhu dəyərləridir. Dünya həyatı bəzən aldadıcı bir yuxuya bənzəyir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub: İnsanlar yuxudadır, öldükləri zaman oyanarlar. Yəni ölüm bir son deyil, oyanışdır. Hər bir anımız, hər bir seçimimiz bu oyanışa doğru bir addımdır. Odur ki, dünya nemətləri bizi Allahdan uzaqlaşdırmamalı, əksinə onun nemətlərinə şükür və itaat vəstəsi olmalıdır. İslam nə dünyada qaçmağı, nə də ona aldanmağı buyurur. Əsl məqsəd dünyanı axirət üçün vasitəyə çevirməkdir. Çünki kim dünyanı Allaha yaxınlaşmaq üçün vasitə edərsə, onun həyatı həm burada, həm də orada nurla dolu olar.